İnsanı insan edən ən gözəl duyğu birincisi sevgi, ikincisi mərhəmətdir. Mənim düşüncəmə görə. Ona görə mən hər zaman çalışıram ki, insanlara nə qədər gücüm var insan kimi, amma çalışıram ilk öncə o sevgini onlarla bölüşüm. Onun qarşılığını mənə gəlirmi, gəlmirmi, bunlar mənim üçün önəmli deyil. Məsələn, mənim həyatımda elə insanlar olub ki, yaxşılıq eləmişəm, mənə çox böyük pislik ediblər. İkinci dəfə talih elə üz-üzə gətirib ki, onun həyatının o çətin, o kritik anında mənim dəstəyimə ehtiyac duyduğunu söyləyib. Hətta ailə üzvlərim, dostlarım belə sən indi nə edəcəksən? Gerçəkdən bu qədər yaxşılıqdan sonra sənə pislik eləmiş insana bu yaxşılığı eləyəcəksənmi? Deyirlər, eləyəcəm deyirəm. Çünki indi onun imtihanı deyil, o mənim imtihanımdır. Yaradan mənim o yaxşılıq duyğularına, insanlıq duyğularına nə qədər, belə deyək, o əxlaqa nə qədər sahib olduğumu imtihanla keçirir. İndi onun imtihanı deyil, o imtihan mənimdir ki,